İllərlə gördüyümüz xəstələr var. Əvvəl atasını əməliyyat eləmişsən, sonra oğlunu, sonra nəvəsini. Artıq həkim inteqrasiya ilə bu ailənin bir üzvüdür. Yəni, istər-istəməz onların dərinə həmişə şərik olmaq istəyir. Həm peşəkarlıqdan irəli gəlir, həm də ki, sənin insanlıq hisslərin. Artıq bu insanları tanıyırsan sən, bunlar sənin yanına köməyə gəlirlər, sən onlara kömək eləməlisən. Bilirik ki, müğənnilər səhnədə musiqiçiləri, aparıcılar operatorları, montajçıları, həkimlər isə tez-tez bu komanda işidir deyərək əməliyyatda iştirak edən həmkarlarını tərifləyirlər. Komanda işidir demək, dostları incitməmək üçündür, yoxsa həqiqətən tək işləmək mümkün deyil. Mən 30 illik təcrübəmdə belə qənaətə gəlmişəm ki, bəli, hər bir yaxşı cərrahın yaxşı komandası olmalıdır. Komandasız işləmək qeyri-mümkündür. Komandada hamısı profesional olmalıdır, hər öz işini düzgün bilməlidir, düzgün yerinə yetirilməlidir. Əgər hansısa bir zəncirdə, o həlqə, komandanın həlqə təşkil, elə bil ki, zəncir kimi təsəvvür eləsək, hansısa bir həlqədə boşluq olarsa, zəiflik olarsa, o komanda öz vəzifəsini dəqiq yerinə yetirə bilməz. Həkim komanda işidir, bəli, həkimlik komanda işidir. Says, oh.